Məncə maraqlı olacaq. Karasin vaxtında görək nə olur inşallah. İlk balığımız əlqəsən tutmaq istəyir. Ya Allah. Xırda olur. Atıb uşaqlar. Gəlir desən. İstəyir. Ulaşmaq istəyirəm. İnşallah min yaşa tutmuşam. Bir balığa baxırıq. Göstərdim sizə. Bu da mənim tutduğum balıqlar. Göstərdim sizə. Salam əziz balıqçılar və balıq həvəskarlar, hamınızı salamlayıram. Sizinlə mən Samir Əfəndi. Və bugün biz yenə də gəlmişik Qanlıgölə. 2 aprel 2025. Hələ Lökbətanda balıq başlamayıb, yenə gəlirəm Qanlıgölə. Qanlıgöldə ki, mart ayından oraya vurar balıq. İnşallah görüm hava yaxşıdır. Biraz vaxtım var idim, gəlin bir oturum 3-4 saat. Siz buraları gəzdi bilirlər, yuxarıdan nə gəldi atırlar. Oradakı binalar tikirlər. Onun zibillərini gəlib boşaldılar buramız. Neyse, bir dənə yer tapmışam. İnşallah izləyin. Məncə maraqlı olacaq. Karasin vaxtıdır, görək nə olur inşallah. İndi yemi də göstərəcəm sizə. Hansı istillə duram onu göstərəcəm sizə. Baxın, siz də kanala abunə olmuş olur. Uşaqlar deməli, baxın, altdan 2 dənə qırmaq qoymuşam. Bax, çox böyük də qırmaqlar deyil, bax, belə qırmaqlar 2 dənə. Əsl karas qırmaqlar. Bir dənə balaca quruz, nə bilim, 0,5 qramlı quruzdur. Paplavok, nazik paplavok, hissiyatlı paplavok, çüstüyetini ruslar bilir. Buna uyğun paplavok. Все, dərinliyi ölçürük, atar xoşalır. Mən Hasan stil. Uşaqlar, çörəyin qabını taxıram. Hələ ki. Sonra lavaş almışım, onu yoxlayacağım. Deyirlər, lavaş lap yaxşı deyil. Düzdür, mən burada heç vaxt lavaşdan tutmamışam. Həmişə çörəyin qabını atmışam karaysa. İndi bu dəfə lavaşı yoxlayacağım. Bir biraz çörəyin qabını atım, hələ ki. Sonra baxarıq inşallah. Dərinliyi də uşaqlar harasa 3 metr yarımdır. Ölçtüm dərinliyi. Allah balığın yetişsin. Bir də uşaqlar, mən həmişə çörəyin için keçən videolarımda dediyim kimi çörəyin içindən, o ağ hissəsindən yumrulayıram, atıram bura. Paplavok yanına, həmişə. Şey qoy. Balıq buradan keçəndə yığışsın da, yem kimi də elə bil. Balığı yemləyirəm. Şurada inşallah nə olur. Arkadaşlar, deyəsən ilk vuruşumuz baş tutmaq istəyir. Görək inşallah. İlk balığımız əlqəsən tutmaq istəyir. Ya Allah. Aha. Atırdı uşaqlar. Gəlir desən. Gəlir uşaqlar. Gəldi uşaqlar. İlk balığımız gəldi.
Pis değil. Balaca nəxirdə, əl boydadır. Əldən biraz iri. İlk karasımız. Dağla gelsin inşallah. Aha, şu an ikinci vuruşdu. Allah. Batırdı. Gəlir uşaqlar. Bu da ikinci balığımız. Ayala. Bu dəfə illər gəlir. Keçən dəfəkinə nisbətən bugün illər gəlir. Görünür. Allah yedirsin. Bir də uşaqlar orada deyirlər ki, çörəyə necə taxırsan. Baxın, bax belə qabıq götürürsünüz, qayçına kəstirsiniz, nazik. Bunu ortadan bölürüz, bu balaca. Bap balaca. Qabı qırmaqdır. Bir də qabaq. Baba, o qabın qırmızı tərəfindən sarırsınız. Ha belə. Bir nəvrə taxıram ben. Deyirlər ki, lavaş gətirmişəm, amma lavaşa vurmur. Vurmur deyəndə ki, mənim hövsələm yoxdur. Yəni mən əvvəl həmişə kimi özüm necə tuturam, həmişə elədə tuturam. Çörəyini atıram. Bu ikisini çörəyini tutmuşam. Yəni, lavaş ola bilsin gəlir bəlkə də, amma mən yoxlam. Bir dəfə attım, nəsə hövsələm yoxdur mən gözləmək. Baxın belə. Hazır. Taxıldı çörək. Ağılacaq işləm. Atırız getdi. Allah yedirsin. Şurada üçüncü vuruş. Reallaşmaq istəyir. Ya Allah. Ümumiyyətlə uşaqlar, karas tutmaq istəyənlər, yəni quruzu çox yüngül eləsinlər. Quruz çox yüngül olmalıdır ki, karas onu hiss eləməməlidir. Papalovaq da quruzdan. Yoxsa gəlirlər, mən fikir verəmir uşaqlara. Biz demirəm, indi hamı özün sayır da, yəni başı çıxan kimi sayır, indi bilən, bilməyən. Çox böyük quruzdan gəlirlər, çox böyük 3 qramlı, 4 qramlı papalovaq atırlar. Elə də o biraz effekt zəif olur. Amma bax, görürsünüz, belə xırda şeydə quruz və 0,5 qram, maksimum 1 qram papalovaq qoyursunuz. Vuruşu balıq heç bilmir ki, yəni quruzu hiss eləməməlidir də balıq. Çünki balıq nəsə ağırlıq hiss edəndə ağlında tüfürür, qaçır gedir o dəqiqə. Amma quruz yüngül olanda yük, onu da hiss eləmir. Görürsünüz, vurdu. Məncə xırda balıq başına oxşayır, amma yox. Gəlir uşaqlar. Ya Allah. Bu da üçüncü balıq var. Ya Allah. Bu dəfə uşaqlar. Zar iriler gəlir. Pis deyil yəni. Keçən dəfə kimi deyil. Bu dəfə hamısı standart iri gəlir. İndi hərəkət. Uşaqlar.
Qarmağın biri belindən ilişib, biri də ağzından. Straxovka eləyib. Bəli. Uşaqlar, bu gün tutlarımın içində demək olar ki, ən böyüdür. Ən yekəsi budur. Gümüşlərin içində. Ağzı da qopub. Kimsə ilişdirib elə tartıb qırmağı, üst dodağı qırılıb çıxıb gedib. Kimsə qırmağından çıxıb. Yaxından göstərəcəm. Bakın. Özü dodağın burası da kırılıp qalıb belə. Üst dodağdakı yoxdur. Üst dodağı şey qırılıb. Baxın. Qal gəlsin. İş var uşaqlar. Biraz da küləyə də gücləşdi. Dalğa biraz artıq. Bir də nəzərinizə çatdırım ki, bu gün cənub küləyidir. Cənub küləyində burada sağdan vurur. Maşın bazar tərəfdən vurur. Gəl uşaqlar. Ay maşallah. İnşallah konkret ancaq irilərə gəlir. Konkret. Çox gözəl. Biz keçən dəfə o tərəfdə tutmuşuq Üzbəyizdə. Orada nə bir ki, çox xırdalar gəldi. Orada ama irilərə gəlir. Bəli. Bir seni ki, sən gəl oturar. Çox gözəl. Əla istirahət uşaqlar. Maşallah. Maşallah. Bu da façı udup. Çok güzel Allah'ımız, çok güzel. Hay Allah. Gelir şu an. Evet. Hava hızlı soyundum. Tutkalım. Çok istedim. Hava kızır, karaşta değir. İri karaşlarımız. Eyvallah. Arkadaşlar, buraya yekunlaşmaq istəyirəm. İnşallah 1500 tutmuşam. İndi bağlar axırda göstərəcəm sizə. Bir də bir dənə axırıncı atışımdır. Axırıncı çörəyimizi taxıram, ataram. Bağlarlar inşallah. Ya Allah.
Görək nə olur inşallah. Uşaqlar, bu da mənim sonuncu balığım. Düzdür, poplov qurşunu tutturamadım. Şəmədim. Dartdım ki, balıq üstündədir. Çıxarmaq istəyirəm, görüm balıq üstündədir. Neyse, bu da balıq, bu da axırıncı balıq. Bu balıqla da uşaqlar yekunlaşırıq balığımızı. İşte, sonuncu balığımız. Şimdi balıqları sizə göstərəcəm və videonu yekunlaşdıracağım inşallah. Arkadaşlar, bu da mənim tuttuğum balıqlar. Göstərim sizə. Yarım metrədir. Hamısı da iri uşaqlar. Hamısı iri balıqlarda. İnşallah. Hemen oturduğum yer. İki tarafta kalmıştı. Burası zilziblatla gene. Bütün yukarıdan ne zibili var hamısını götürüp kum, daş, torpaq. Ne oldu? Belə uşaqlar. Bu da bizim bugünkü ovumuz. Qanlı göl. Çox udaçlı. Ruslar demişdim. Udaçlı oldu. Yəni deyirlər. Çox xoşuma gəldi. Yəni bugünkü istirahətim mənim çox xoşuma gəldi. Hamınızı kanalıma abone olmağı istəyirəm hamınızdan. Videonu bəyəndinizsə like edin. Kanala abone olmağı onun üçün istəyirəm ki, yəni burada çox gözəl videolar vardı. Yəni baxın, maarifləndirici, belə balıq tuturam, yəni həvəsləndirici, belə videolar çoxdur burada. Bir də Facebook kanalında var, Instagram kanalında var, TikTok kanalında var. Həmən ki bu adla hamısı. Hamısını bəyənin, hamısına abone olun, izləyin məni inşallah. Sağ olun, gələn görüşlərdə.